خير ولنعم دار المتقين وقيل للذين اتقوا ماذا أنزل ربكم للذين اتقوا ماذا أنزل ربكم قالوا خيرا للذين أحسنوا في هذه الدنيا حسنة ولدار الآخرة خير ولنعم دار المتقين جنات عدن يدخلونها تجري من تحتها الأنهار لهم فيها ما يشاءون لهم فيها ما يشاءون كذلك يجزي الله المتقين الذين تتوفاهم الملائكة طيبين يقولون سلام عليكم ادخلوا الجنة سلام عليكم ادخلوا الجنة يقولون سلام عليكم ادخلوا الجنة بما كنتم تعملون
بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر صدق الله له المولانا العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار اللهم صل على محمد وآل محمد Salavat peygamber ve ali peygambere. Boynumuzda hak olanlarımız, ustadlarımız, müəllimlərimiz, əmvatımız, məxsusən şəhidlərimiz, ruhları şad olsun, peygamber ve ali peygambere salavat etsən ilə. Bayram günləridir. Allah-u Teala inşallah bu ayın, bu gecənin məxsusən feyzindən, bərəkətindən, rəhmətindən sizi, bizi, cəmiyyətimizi inşallah bir nəsib eləməsin. Peyğəmbər və ali Peyğəmbərə salavat etsən ilə. Allahümmə salli alə Muhammed və ali Muhammed. Allah-u Teala inşallah İmam Zaman əleyhissalamın ərvahın fidanın, zuhurun təcil eləsin. Canın sağ və salamat eləsin və bizi de Həzrətə inşallah nasir, xadim, nökər qərar versin. Peyğəmbər və ali Peyğəmbərə salavat etsən ilə. Allahümmə salli alə Muhammed və ali Muhammed. Məxsusən İmam Zaman əleyhissalam adına İhsanat surəsi təşkil olunubdur. Bu İhsanat surəsinin zahirə mənası budur ki, yəni ağacında biz də sən istəyənlərdənik. Bu süfrənin təşkilində maddi cəhətdən, mənəvi cəhətdən, məxsusən fiziki cəhətdən ki, gündə analar, bacılar zəhmət çəkirlər və siz əzizlər ki, bu sanatdan inşallah bəhrəmən olacaqsınız. Allah ömürlərinizə, rozlərinizə bərəkət əta eləsin. Hər nə müşkülünüz var, inşallah İmam Əli ilə o müşkülləri həll eləsin. Peyğəmbər və ali Peyğəmbərə salavat etsən elə. Məclisimizdə məxsusən Seyid və Seyida balalar vardı, xanım Zəhranın balaları məclisimizdə əyləşirlər.
söhbətimin əvvəlində o həzrətin özünün anası xanım Zəhranın balalarına, seyir balalarına və siz əzizlərin hər birinizə təbrik edirəm. Allah sizi də, bizi də, cəmiyyətimizi də inşallah o həzrətin özünə, ata-babasına inşallah layiqli ümmət onlardan qərar versin. Bu məclisdə hər növ zəhmət olacaq, xeyir əməllər olacaq. İnşallah savabı hədiyyə olsun pak məsumlərimizin ruhuna və Allah bizim qəlbimizdə hacətimiz var, müşkülümüz var, arzumuz var. Allah-u Teala inşallah İmamımızın əleyhinə və müşküllərimizi asan diləsin. Muhammed və Muhammedə Mustafa ucalı salavat ihsan edəm. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allahümmə salli ala Muhammed وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين. والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا أبي الزهراء أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد. İlahi əntiqni bil-huda vəl-him lit-təqva ufəvviz əmri ilallah innəllaha basirun bil-ibad. Esselamu aleykə ya sahibəl-əsri vəz-zaman. Esselamu aleykə ya bəqiyyətillahi fil-ardı. Əziz möminlər, əziz Allah bəndələri, Allaha bir daha həmd və səna eləyirəm ki, Allah bir daha bizim hamımıza nəsib elədi ki, keçən ildən bu ilə Allah ömür verdi ki, bu məxsusən gecədə, ağıya məxsus olan gecədə o Həzrətin zahirən də olsa yad etmək tövfiqini bizə nəsib edibdir. Sözün həqiqi mənasında zehnində mövzu geniş idi, lakin havanın soyuqluğu, məxsusən ana bacılar zəhmət çəkiblər, ehsanat hazırlayıblar, istəmirəm ehsanat da soyusun. Məclisimizdə balalarımız da əyləşiblər, onlar da məktəbdən gəlirlər, başa gəlirlər məscidə. Ona görə söhbətimizi elə qısa edirəm ki, bu bayram payı inşallah buradan axırını alıb gedə bilək. Bir şərti ki, Peyğəmbər valı, Peyğəmbərə salavat ihsan edən. Allah Müteala'nın Quran-ı Kərimdə biz bəndələrə çatdırdığı mühüm mesajlardan biri də Peyğəmbərdən sonra Peyğəmbərin missiyasını davam etdirən məsum imamların barəsində olan ayələrdir. Çoxlu ayələr var. Mən mövzumuza uyğun olan istəyirəm ayəni diqqətə çatdıram. Bir neçə dəqiqə bu ayəni inşallah xidmətə çatdırım. Ayə bundan ibarətdir ki, Allah Müteala Quran-ı Kərimdə buyurur ki, yuriduna liyutfi'u nurallahi bi əffahihim. Ayə bizə çatdırır ki, bəzi şəxslər ki, Quran-ı Kərimin məlum məsələdir ki, ayəsi qiyamət gününə qədər hər zaman aktualdır. Ayədə çatdırılır ki, onlarda məqsəd, yəni o kəsləri ki, Allahla müxalifətçiliyi var, düşmənçiliyi var. Kafirlər, zalimlər, hər kəs tətbiq etməklər. O kəslər ki, buyurur ki, çalışırlar ağızları ilə Allahın nurunu söndürsünlər. Vallahi mutimmə nuri, Allah hamd içir. Burada ki, buyurur ki, ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Bu kinayədir, məcazə mənadır ki, hər kəs çalışır ki, bir şam yanına təsəvvür edin, şamı hər kəs bir vasitə ilə söndürə bilər, üfləməklə, yer verməklə və s. və ilaxır. Bu kinayədir ki, hər kəs Adəmdən indiyə qədər, indidən qiyamət gününə qədər çalışırlar ki, Allahın nurunu söndürsünlər ağızları ilə. Ağızlarla məqsəd budur ki, üfləsini söndürsünlər, məqsəd budur ki, yəni hər kəs bir kəs ki, sosial şəbəkələrdir, orada çalışır, Allahın nurunu söndürsün, bir kəs canlı bir mövqe sahibidir, hər kəs öz gücü zərfiyyətə qədərlə çalışır ki, Allahın nurunu söndürsün. Buyurur ki, vallahi mutimmə nuri, Allah özü and etsin, and olsun Allaha ki, Allah öz nurun tamamlayacaqdır. Davamında bu ki, vələv kərihəl kəfirin. Bu iş, yəni Allahın nurunu tamamlamaq məsələsi ki, kafirlər çalışırlar ki, söndürsünlər o nuru. Allaha and olsun, Allah öz nurunu tamamlayacaq, kafirlərin xoşuna belə gəlməsə. Əziz möminlər,
Adəm Peyğəmbərdən indiyə qədər və indidən də qiyamət gününə qədər Allah övliyaları ilə, peyğəmbərlərlə, məsumlarla düşmənçilik olunubdur və qiyamət gününə qədər bu iş davam edəcək. Mən mövzumun müqəddiməsini çıxdım, əsas mətləbi istəyib diqqətinizə çatdıram. Bilirsiniz, Peyğəmbərimiz elə bir zaman və şəraitdə gəldi İslam dinini gətirir cəmiyyətə. İslam cəmiyyəti hər cəhətdən, elm cəhətdən, dünya görüşü cəhətdən, bütün əxlaqi dəyərlərdən uzaq bir cəmiyyət idi də. Müşriklər çalışdılar, mübarizə aparsınlar Peyğəmbərlə, Allahın nuru ilə. Müşriklər gördülər ki, bir nəfər çıxıb meydana Peyğəmbər Hz. Muhammed sallallahu aleyhi və səlləm Muhammed adlı bir nəfər çıxıb ortalığa özündən bir din gətirib. Gördülər Peyğəmbərin gətirdiyi din bizim bu dinlə bir qavramamız yox, anlaya bilmirik. Elə bir din gətirildi ki, bizim bütün işlərimizi aparır sol altına. Bu cəmaət müşriklər dedilər ki, Peyğəmbər çıxıb ortalığa özündən din gətirib, gəlin bir iş görən ki, bu işin qarşısını alaq. Müşriklər, əziz möminlər, müşriklərin birinci mübarizə metodu bu oldu ki, bunlar dedilər ki, bu Peyğəmbər ki, din gətirib özündən, nə qədər ki, bu Məkkənin daxilində də bu söz-söhbət, Peyğəmbərin sözləri, Quran ayələri, gəlin bir iş görən ki, bu Məkkədən qırağa çıxmasın. Qalsın Məkkənin içindən, qırağa çıxmasın. Yavaş-yavaş örtbasdır eləyib Peyğəmbərin söz-söhbəti aradan gedər. Və həmçinin əmr eləmişdilər ki, demişdilər ki, ay cəmaət, bir nəfər çıxıb Peyğəmbərə xitabən deyirdilər. Sehirbazdır, nəuzbillah, divanədir. Bu sözlərin insanları azdırır. Gəlin, cəmaata deyin ki, o kəsləri ki, Məkkədən, qıraqdan gəlirlər, Məkkə daxil olmaq istəyirlər, onlara göstəriş verin ki, onların qulağı pambıq təpsinlər. Peyğəmbərin sözü onlara təsir qoymasın, birdən yolları azar. Birinci mübarizə metodu bu oldu müşriklərin. Zaman keçəndən sonra müşriklər gördülər ki, yox, Peyğəmbərin gətirdiyi kəlmələr, sözlər bir dəli, məzlum kəlməsinə oxşamır, sehirbaz sözünə oxşamır, böyük sözlərdir. Ona görə, əziz möminlər, ikinci müşriklərin metodu bu oldu ki, bunlar dedilər ki, çünki hamısı ağıllarını vermədilər ki, müşriklərlə. Bəzilər dedilər ki, gəlin görəyim bir Peyğəmbər nə danışır? Peyğəmbərin sözündən qulaq asın, bəlkə Peyğəmbər alamatdan söz danışır. Ona görə Əbu Zər kimi şəxslər, Abdullah ibn Məsud kimi böyük şəxslər oturdular Peyğəmbərin danışdılar. Gördülər ki, Peyğəmbərin gətirdiyi söz adi bir söz deyil. Dəli Məcnun sözünə oxşamır. Ona görə bəziləri qulaq asdılar Peyğəmbərin sözünə, bəziləri iman gətirdilər. Əbu Zər kimi şəxslər, Abdullah ibn Məsud kimi şəxslər iman gətirdilər. Lakin müşriklər gördülər ki, artıq bu metod işə yaramır. Başladılar bəzilərini incitməkliyə. Məsələn, işləmişsiniz tarixdə bəzi müsəlmanları Əli Əleyhisselamın qardaşı Cəfər Təyyar, xanımı Əsma binti Ümeyiz, hətta Əbu Talib ki, Peyğəmbərin əmisi idi, Əli Əleyhisselam atası idi, cəmiyyətdə hörmət sahibi müşriklərin arasında. Peyğəmbər bunları göndərdi Efiopiya indiki, o zaman Həbəşistan deyərdilər, Afrikaya göndərdi ki, iki missiya daşıyırdı. Bir metodu bu idi ki, bunlara əziyyət olunmasın. İkinci Peyğəmbərin missiyası bu idi ki, bunlar getsinlər Afrikaya. Lakin çalışırdılar ki, Məkkədə qalsın Allahın kəlamı, çıxmasın qırağa. Peyğəmbər elə bir iş gördü, bir bəhanə ilə bəzi müsəlmanları göndərdi Afrikaya ki, Allahın kəlamı orada yetişsin. Yəni, təkcə işgəncə söhbəti deyildi. Bəziləri işgəncə idi, amma Əbu Talibi ki, işgəncə edə bilmirdilər. Çünki müşriklərin içində hörmət sahibi var idi. Ona görə dedilər ki, Peyğəmbər əmr verir ki, gedin Afrikaya, Allahın kəlamı orada yetişsin. Zaman keçdikcə, əziz möminlər, o qədər bu qarşı müxalif İslam düşmənləri, o qədər bəhanələr atdılar ortaya, şübhələr atdılar ortaya. Məsələn, dedilər ki, Peyğəmbər nəcür deyir ki, qiyamət günündə biz ölünü dirildəcəyik. Bu sümük ki, məsələn, çörüyübdir, nəcür Allah bunu bərqar eləyəcək. Peyğəmbərə gələn ilahi ayələr səbəb oldu ki, istər-istəməz qarşı müqabil tərəflərin sualları çoxaldı. Səbəb oldu. Səbəb oldu ki, ilahi marifin oldu, yayıldı. Ona görə biz Quran-ı Kərimə baxanda, Quran-ı Kərimin çox hissəsi bununla başlayır. Qul, Peyğəmbər denən. Məsələn, təkcə Ən'am surəsində 40 dənə qulu var.
Müşriklər bu sözü deyirdi. Allah dedi ki, Peyğəmbər, sən cavabını onlara belə denən. Və bu metoddan gördülər ki, yox, ilahi kəlam. Biz istəyirdik ki, nur qalsın, Məkkənin içində örtbasılıq eləyək. Amma ilahi marif çoxaldı. Bunlar dedilər ki, gələn belə bir iş görək. Başqa bir yola əl ataq. O da buydu ki, onlar dedilər ki, gəlin o kəsləri ki, cəmiyyətdə Peyğəmbərin sözündən qalsın müsəlman olublar ki, bunlar himayəsizdirlər. Kim kimi şəxslər? Məsələn, Bilal kimi şəxslər. Abdullah ibn Məsud kimi şəxslər. Dedilər ki, onları işgəncə edəyək. Digər şəxslər baxacaq bu qorxuya, Peyğəmbər iman gətirməyəcəklər. Amma Allah nə iş gördü? Allah o möminlərin qəbri möhkəmini verdi ki, Abdullah ibn Məsud Quranı yazan vəhiy katiblərindən birisi. Bilal Həbəşi kimi şəxslər razı oldular ki, Ərəbistanın o istisinin altındakı daşlar qızmışdı. Razı oldu ki, bunların o əti, o daşlar üstə uzansın, yansınlar, amma la ilahə illallah kəlməsindən vaz keçməsinlər. Müşriklər gördülər ki, bu metodda işə yaramadı. İşgəncə razı oldular, Bilal o dünyasını dəyişdi, şəhərdə yetişdi. Bilal uzatdılar bədənin çırpaq şəkildə daşın üstünə. Dedilər, denən biz lat və uzziya, bütəş daşı, dedi, mənim Allahım var, məni yaradan Allah var. O cür onu işgəncə şahidi çatdırdılar. Bəhsin budur, bütün bu metodları mərhələ keçəndən sonra bunlar gördülər ki, yox, bu Allahın nuru Məkkədən çıxıb gedib Afrikaya, hələ o zamanın danışan çıxıb Afrikaya. Dedilər ki, onda gələn belə bir iş görək. Axırda bu mərhələ gəldilər, çatdılar. Dedilər ki, gəlin Peyğəmbəri terror eləyək. Peyğəmbəri öldürək. Çünki biliyorsunuz da Peyğəmbərimizin oğlan uşağı yox idi, dünyaya gəldi, dünyasını dəyişirdi. Dedilər, özündən sonra onsuz da bunun bir varisi yoxdur, gəlin bunu öldürək. Amma bir dənə problemimiz var onu öldürmək üçün. Çünki Bəni Haşimdəndir, Bəni Haşim özünə görə bir qəbilə idi, biz bunu düşüb öldürürsək bir nəfər. Bəni Haşim gəlib intiqam alacaq, qan haqqı bahasını alacaq. Dedilər, bəs nə iş gedir? Gəl elə bir iş görəyim ki, hər tayfadan bir nəfər seçəyim, məsələn 10 tayfadan 10 nəfər. Peyğəmbərin evinə hücum eləsin, terror eləsinlər. Necə görürsünüz, dünya aləmində qiyamətə qədər davam edəcək, görürsünüz. İslam öndərlərin, İslam rəhbərlərini terror ediblər, istəyirlər bundan neynəsinə Allahın nurunu söndürsünlər. Davam edir də bu haqq hesab. Məgər sönüb davam edir də qiyamət günü davam edəcək. Görürsən Allah övliyalarının evinin içində neynirlər? Terror edirlər. Məqsəd nədir? Hədəfindən sən vazgeç. Bilmirlər ki, o hədəf Allahın nurudur. Dedilər ki, gəlin onda hər qəbilədən bir nəfər toplaşalım. Peyğəmbərlə hücum olunsun, qətl etdirilsin. Bəni Haşim istəsə qan haqqı alsın, görəcək ki, da var, bir nəfər yox. Hər tayfadan bir nəfərdir. Hər tayfadan qan haqqı almaq olmaz, söhbət bağlanacaq. Sən saydığı olsa, gör Allah nə iş görür. Bunlar proqramlarını qurdular. Hər tayfadan bir nəfər, 10 nəfər düzəldilər, Peyğəmbərin evinə gecə yarısı hücuma keçsinlər ki, qətl etirsinlər Peyğəmbəri, bu söz Allahın nuru sönsün. Allah müqəddəs Quran-ı Kərimə neynədir? Tərcüməsini deyirəm. Allah bu hiləni xəbərdar elədi. Cəbrail əleyhissalam gəldi ki, ya Rasulallah, müşriklərin son metodu budur ki, səni terror eləsinlər. Xəbərdar olunandan sonra məsələ, gecə olunmuş Peyğəmbər bir neçə şəxslə neynədi? Çıxdı, Məkkədən Mədinə tərəf hicrət elədi. Kim yatdı onun yerində? Əmir Əl-Mömin əleyhissalam yerində yatdı, gəldi, töküşləmişik, gördü ki, vay, Peyğəmbər yoxdur, əli yatıb bunun yerində, əlini ki, öldürə bilmərik biz. Bu işlərdə bunun nə oldu? Yarımçıq qaldı, bu qətl işi də aradan getdi. Son mərhələ nə oldu? Son mərhələdə birisi neynədilər bunlar? İndi də var ha bu, eyni cərəyan, eyni iki dəstə indi də var. Allahın nuru dəstəsi var, Allahın nurun bir əfvəyihim. Ağızlarla südürmək istəyən nəvəsdə də bu dəqiqə var. Qiyamət günə kimi vardı. Son mərhələdə dedilər ki, Allah, bu qədər bizim işimiz yaramadı, terror yaramadı, işgəncə yaramadı. Dedilər ki, gəlin onda belə iş görək. Çünki bu bədbəxtlər bilmirdilər axı. Peyğəmbəri həqiqi Peyğəmbər kimi bilmirdilər. Onun dinində, İslam dinində həqiqi dedilər, şahlıq kimi bir şeydir də, öldü, getdi, qutardı. Bu cür nə bilirdilər. Dedilər ki, bu qədər mərhələ iş gördü, alınmadı, gəlin oturağın gözləyəyin. Axır metodları bu oldu. Gəlin oturub gözləyəyin. Onsuz Peyğəmbər özünə bir oğlu yoxdur ki, şahlıqda öldü, bitdi, qutardı. Oğlu yoxdur ki, onun yerinə gələ bu misyası davam edir, İslam dini yayılır.
Deyirsən saydıqsa görə Allah nə plan qurub. Son mərhələ bu oldu ki, dedi oturaqın gözləyəyin, daha çan Peyğəmbər ölər. O zaman nə olar? Bizim canımız qurtarar. Peyğəmbərimizin 2 dənə oğlu dünyaya gəldi, 2 də dünyasını dəyişdirdilər. Peyğəmbər əbtərdir, sonsuzdur. Daha şahlıqla bitəcək Peyğəmbər getməliyinə. Allah mütəala nə iş gördü? Allah Peyğəmbərə İnnə a'tayna kəl kəvsər. Allah Peyğəmbərə xanım Zəhranı verdi hədiyyə. Bilirsiniz, bir zaman xanım Məryəm sallallahu əleyhanın anası bilirsiniz də nəzr eləmişdi ki, Allah mənə bir oğlan uşağı ver. Oğlan uşağı ver. Oğlan uşağımı mən kilisədə rahib qərar verəm, xidmətçi qərar verəm. Duası bu idi. Quranda da ayəsi var, deyir ki, Allah mənə oğlan uşağı ver. Xidmətçi qərar verəm oğlan uşağı məsciddə, xidmət eləsin rahiblərə. Quranda da ayəsi vardı, duasının. Allah nəyə bəxş elədi? Məryəmin anasına? Xanım Məryəmi. Hansı halda nəsib elədi? Ata olmadan xanım Məryəmin bətnində Allah Həzrəti İsa Peyğəmbərin nurun qərar verdi. Uşaq dünyaya gələndən sonra xanım Məryəm anası dedi ki, Allah mən sənə dua elədim, mənə oğlan uşağı qərar ver, qoyum kilisədə xidmət eləsin. Bu ki qızdır. Quranda ayədə deyir, bu ki qızdır Allah. Allahın planı hər kəsin planlarının üstündür. İslam düşməni zalim, İslama düşmənçilik eləyir, hilə qurur. Allah ondan gözəl hilə qurandır. Allah xanım Məryəm anasına dedi ki, düzdür ki, sən oğlan istəyirdin, mən sənə qız verdim. Mən sənə qız verdim ki, ondan peyğəmbərlər dünyaya gələcək. Xanım Zəhraya da, Peyğəmbərə də Allah xanım Zəhranı Qovsər, yəni çoxlu xeyir verdi. Bu dəqiqə İslam yaranandan ta indiyə qədər Peyğəmbərin Zəhranın balaları nə edirdilər? Məsələn, Həccac Yusufun zamanında betonlayırlar divara seyidləri. Seyidlərin baş skeletindən muzey düzəltmişdilər. Amma buna baxmayaraq aləm Zəhranın balaları, bugün bizim məclisimizdə istəyən Zəhranın balası var. Aləm Zəhranın balaları ilə doludur. Və Peyğəmbər dünyasını dəyişsə belə, onun Zəhranın o balaları da daima Peyğəmbərin gətirdiyi dini saxlayıblar və qiyamət gününə kimi də onun sonuncu balası Həzrəti Məhdi Əccəlal Fərəqəl Şərif o nuru son anda tamamlayacaqlar. Tarix belə olub, Peyğəmbərin zamanı yalancı Peyğəmbər var, Müseyləmə. Yalancı Peyğəmbər idi. İndi də var, görürsən Ələsgər Peyğəmbər var, yalancı imam zamanlar var, yalancı Məhdilər mövcuddur bu dəqiqənin özü. Məqsəd birdir. Allahın nurunu söndürsünlər. Yuridunəl yudfi'u nurallah bi əffəhim. Onlar istəyirlər Allahın nurunu söndürsünlər. Vallahi mutimmə nuri. And olsun Allaha ki, kafirlərin xoşuna belə gəlməsə Allah öz nurunu tamamlayacaq. İmam-ı Zaman ərvahına hal-fida alimlər buyururlar ki, İmam-ı Zaman aleyhissalam buludların arxasından keçən günəşə bənzər. Günəş nə qədər buludların arasında görsənməsə, yenə dünyaya öz nurun, öz mənəvi enerjisin, istiliyin çatdıracaq. İmam-ı Zaman aleyhissalam bizim zahiri gözlərimizdən qeybətdə olsa belə, lazım olan şəxslərlə, onlara məhrəm olan şəxslərlə Allah həmd olsun ki, bunların görüşü var və bizim də qəlbimizə sərinlik verən budur ki, cəmiyyətimizdə elə Allahın bəndələri vardır ki, o həzrəti görürlər, onların missiyası, onların sırat-ı müstəqimdə dayanmalığı, onların İmam-ı Zamanla əlaqəsinə bağlı olan bir məsələdir. Ayətullah Nuxuda ki, eşitmişsiniz. Zvanallahu Teala, Allah ruhu şad eləsin, böyük İslam alimi olubdur. Ayətullah Nuxudakinin tələbəsi olub Ayətullah Burucerdi. Burucerdi ağa nəql edir. Deyir ki, Ayətullah Nuxudakinin bir dənə böyük tələblərindən biri var idi. Elmdə də əxlaqlara üstün bir səviyyə insanı idi. Minbərə çıxanda aşiq idi cəmaat idi, elə ancaq o danışsın. Deyir, bir gün Ayətullah Burucerdi ağa, özü də müstəhid idi də Ayətullah Burucerdi, yaxınlaşır həmin Nuxudakinin tələbəsinə. Deyir, səndən istəyirəm bir soruşam mağazam, deyir, buyur eşidirəm. Deyir, ağa,
Nə səbəb olur ki, məsələn, cəmaət bu qədər səni minbəri xoşlayırlar, sənə danışmağı istəyirlər, sevirlər belə filan. Bilir mənim nəyim var ki, həzə min fəzli Rabbi, mənim Rəbbimdən mənə bir şey yox. Deyir, yox, Allahın lütfünü bildim ki, Allah lütf eləyibdir ki, bu qədər cəmiyyət səni minbəri sevirlər. İstəyirəm başqa bir şey varsa, istəyirəm onu deyəsən. Deyir, ayətlə Burceri çox təkid edir ki, o nəsə var ki, sənə bu qədər cəmaət sevir. Çox təkid edir, həmin alim deyir ki, ayətlə Burceridə ki, deyir, bəli. Deyir, mən bir dəfə getmişdim Samirliyə, düzü Samiriyədə İmam Həsən Əskəri ilə İmam Hadi əleyhissalam dəfn olunubdur. İmam Zaman əleyhissalamın atası ilə babası dəfn olunubdur orada. İki imamın məqbərəsi var orada. Deyir, mən getmişdim Samirliyə şəhərinə. Bilirsiniz, hərəmdə adətən, məxsusən o bölgələrdə hərəmlər gedə vaxtı bağlanırlar. İşçiləri çıxardarlar, cəmaəti, qapıları kilidlənər. Mən bu hekayə təqribən 6000 hekayəsidir. Ayətullah Burceridən nəql olunubdur. Bu alim deyir ki, mən getmişdim Samirliyə, girdim içəri, İmam Həsən Əskərini ziyarət elədim, Muhadini ziyarət elədim, deyir, oturdum. Hərəmin ağzında, qapıda, xalçanın üstündə oturdum, deyir. Bu xidmətçilərin birine dedim ki, siz ki bu vaxt qapına bağlısınız, deyir, ona çoxlu pulu verdim ki, sənə xahiş edirəm, qapının bağlısında bağlı, mən qalam içəridə bir gecə. Bu xidmətçi pulu verir ki, gecə qalsın bu içəri, qapını kilitləsin, geçsin işindəysə, mən gecə qalam hərəmdə. Bir razılaşır bundan, pulu verir, xadimi yola sala, qapı kilitləndə qalır içəridə. Bir qalır, başlayır gedə dua eləməliyə. Deyir ki, ya sahib ələsrə vəz zaman. Bir ağacan, gəlmişəm, sənin atınla babanın hərəmində atılmışam, sizin evizə gəlmişəm. Deyir, həqiqətən ki, sizdən uzaqdır ki, mən oturam sizin evinizdə, sizin evinizin xalçasının üstündə oturam, səndən bir şey istəyəm, sən verməyəsən. Deyir, gecə elə belə girəyləndi, yatdı. Yatandan sonra yuxuda İmam Zaman əleyhissalamı görür. Deyir, İmam Zaman əleyhissalam buna deyir ki, filan kəs deyir, bəli, deyir, filan kəs. Nə istəyirsən, istə bizdən. Selamun-aleyküm və rəhmətullah. Deyir, ağacan, nə istəyirsən, istə bizdən. Deyir, ağacan, mən nə istəyirəm sənin? Heç də sənin canın sağlığı. 3 dəfə bu söz deyir, nə istəyirsən, denən sənə əta edeyim. 3 dəfə bunu deyir, heç də sənin canın sağlığı. Deyir, deyərsən, dilənçiliyi də, gedəçılığı da bacarmırsan. Kim olsa nə sən istəyər? Amma madəm istəmirsən, mən sənə bir şey verirəm, sənə elm verirəm. Sənə elm verirəm, yuxudan ayrılandan sonra hər şey sənin varımdır. Mənim deyir ki, minbərli cəmaat mənim aşiqimdir, səbəb budur ki, İmam Zaman mənə elm veribdir. Mövlud axşamıdır, Allahdan istəyək, Allah bizim ki bir şeyimiz yoxdur, Allah o həzrətin bu gecə gəlişinə xatir, Allah Həzrətin gəlişinə xatir, bizə də inşallah bir bayramlıq payı nəsib eləsin. Bayramlıq payı da biz ağadan maddiyyət istəmirik, dünya istəmirik. O şey istəyirik ki, o şeyləri istəməklik bizi o Həzrətin qəlbinə şad olmasına zəmin yaradır. Allah'ın verək, İmam Zamanın ehtiramına xatir, Allah bizi o Həzrətin nasir və xadim qərar versin. Allah Həzrətin zuhuran təcil eləsin. Allah bütün dünyaya, məxsusən İslam aləminə, məxsusən öz məmləkətimizdə sülhünə nəsib eləsin. Allah İslamın, Qur'anımızın, dinimizin, dövlətimizin, xalqımızın düşmənləri məhnabud eləsin. İmam Zaman İslam adına İslam surəsi hazırlandı. Allah bu İslam surəsini bizləri xalis niyyətdən qəbul eləsin. Allah bizi ruhumuz bədənimizdən ayrana qədər bir göz qırpımında öz başımıza bıraxmasın. Allah-u Teala inşallah bizi dünya və axirət, əhl-i beyt əleyhissalamın dünyada ziyarətlərindən, axirətdən inşallah şifatlərindən bir nəsib eləməsin. Allah bu ayın, bu gecənin feyzindən, bərəkətindən bizim özümüzü, əhl-i əyalımızı, sevdiklərimizi inşallah bir nəsib eləməsin. Danışdığımız ilahi kəlamlar, dediyimiz salavatlar, bütün bu xeyr əməllərə sahibi inşallah axirət azuqəmiz Allah qərar versin. Peyğəmbər və ali Peyğəmbərə 3 dəfə ucalı salavat ehsan edər. على محمد وآل محمد اللهم صل على محمد وآل محمد اللهم صل على محمد وآل محمد وأجل فرجهم تقبل الله. Allah bir daha bayramlarınızı mübarək eləsin. Gələcək günlərinizi xeyirli qərar versin inşallah. Məclisdə bugün çoxlu qonaqlarımız var.
ruhanilərdən ələşiblər, seyitlərdən ələşiblər. Allah bir daha seyitlərə xatir inşallah halinə hacətimiz var. İmam sənədən inşallah əldə edə bilək. Peyğəmbər valı, Peyğəmbərə salavat etsanilər. Salam. Ha, yeterler. Şabalar. Onu da hediye olacağız. Bu da soruları oku. Seyitlerden sonra şöyle diyor. Dillere tavan geldi, yar-ı mehriban geldi. Dillere tavan geldi, yar-ı mehriban geldi. Güldü gülşen-i Zehra, sahib-i zaman geldi. Güldü gülşen-i Zehra, sahib-i zaman geldi. Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi. Ses ver. Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi. Hiç böyle nigar olmaz, böyle şehriyar olmaz. Hiç böyle nigar olmaz, böyle şehriyar olmaz. Mehdi olmasa hiç kim ehli eşke yar olmaz. Mehdi olmasa hiç kim ehli eşke yar olmaz. Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi. Mehdi dadı khahimdir, hücceti ilahimdir. Mehdi dadı khahimdir, hücceti ilahimdir. Nercis'in güzel oğlu, rehberimdi, şahimdi. Nercis'in güzel oğlu, rehberimdi, şahimdi. Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi, Mehdi Mehdi ya Mehdi. Mehdi'ye salam olsun, hücceti müdam olsun. Mehdi'ye salam olsun, hücceti müdam olsun. Hüsnü de güzeller koy, Mehdi'ye gulam olsun. Hüsnü de güzeller koy,
Mehdi'ye gulam olsun. Mehdi, Mehdi ya Mehdi. Mehdi, Mehdi ya Mehdi. Mehdi, Mehdi ya Mehdi. Mehdi, Mehdi ya Mehdi. Gözüm qalıbdı yolunda ya Mevla, Mevla. Sana olan sevgim oldu berpa, Mevla. Bu sevgiden dönmərəm mən əsla, Mevla. Mevla, Mevla, ya Mevla, ya Mehdi. Tez gəlsən ya Mevla, ya Mevla, ya Mehdi. Ölürəm mən ya Mevla, ya Mevla, ya Mehdi. Tez gəlsən ya Mevla, ya Mevla, ya Mehdi. Ölürəm mən ya Mevla. Yolunu gözlər səni sevənlər hər zaman. Bizi bu intizarınla etmə imtihan. Üzünü görmədən olmuşuq sənə heyran. Mevla, Mevla. Yolunu gözlər səni sevənlər hər zaman. Bizi bu intizarınla etmə imtihan. Üzünü görmədən olmuşuq sənə heyran. Mevla, Mevla, ya Mevla, ya Mehdi. Tez gəlsən ya Mevla, ya Mevla, ya Mehdi. Ölürəm mən ya Mevla, ya Mevla, ya Mehdi. Tez gəlsən ya Mevla, ya Mehdi. Ölürəm mən. Dilimdə sözüm, dilimdə söhbətim mənim. Budur bu dünyada arzu niyyətim mənim. Zuhurunu görmək ola qismətim mənim. Mevla, Mevla. Dilimdə sözüm, dilimdə söhbətim mənim. Budur bu dünyada arzu niyyətim mənim. Zuhurunu görmək ola qismətim mənim. Mevla, Mevla, ya Mevla. Tez gəlsən ya Mevla, ya Mevla, ya Mehdi. Ölürəm mən ya Mevla, ya Mevla, ya Mehdi. Ya Mehdi, ölürəm canım sənə qurban olsun ey qaim mənim. Bu dərdimə dərman eylər axı kim mənim. Sənin adın dərdimə dəva daim mənim. Mevla, Mevla. Canım sənə qurban olsun ey qaim mənim. Bu dərdimə dərman eylər axı kim mənim. Sənin adın dərdimə dəva daim mənim. Mevla, Mevla, ya Mevla, ya Mehdi. Tez gəlsən ya Mevla, ya Mevla, ya Mehdi. Ölürəm mən ya Mevla, ya Mevla, ya Mehdi. Tez gəlsən ya Mevla, ya Mevla, ya Mehdi. Ölürəm mən ya Mevla. Ey mənim sahib zamanım hardasan?
Zülm elinden ver amanım hardasan. Ey mənim sahib zamanım hardasan. Zülm elinden ver amanım hardasan. Ey mənim sahib zamanım hardasan. Bir de inşallah. Ey mənim sahib zamanım hardasan. Zülm elinden hardasan. Gel yetişir ruzigarım qaredir. Mən kimi çox dərdlilər biçaredir. Gel yetişir ruzigarım qaredir. Mən kimi çox dərdlilər biçaredir. Gel fərağımdan ürəklər yarədir. Sığmayır cismimə canım hardasan. Gel fərağımdan ürəklər yarədir. Sığmayır cismimə canım hardasan. Ey mənim sahib zamanım hardasan. Zülm elindən ver amanım hardasan. Ey mənim sahib zamanım hardasan. Zülm elindən ver amanım hardasan. Ey bu yerlərdən əsən badi səba. Qıl mənim dərdimi ol yarəni da. Ey bu yerlərdən əsən badi səba. Qıl mənim dərdimi ol yarəni da. Qoyma dünyanı edəm böylə vida. Tək sənə qaldı gümanım hardasan. Qoyma dünyadan edəm böylə vida. Tək sənə qaldı gümanım hardasan. Ey mənim sahib zamanım hardasan. Zülm elindən ver amanım hardasan. Ey mənim sahib zamanım hardasan. Zülm elindən ver amanım hardasan. Allah köməyiniz olsun, Allah razı olsun. Bir daha bayramınız mübarək olsun inşallah. İnşallah seyitlərdən dəvət edirik. Tortumuz var inşallah kəsməyə. Ya Allah. Hadi. Sağ ol. Seyit içində gəlsin. Ha? Seyitlərdən içində gəlsin. Seyitlər inşallah buyursunlar. Ya Allah. Bayramımız mübarek olsun. Taksiye gidelim. Salavat peygamber var peygambere. Allahümme salli ala. Seyitlerin de Allah ömrüne bereket versin. Peygamber var peygambere salavat etsin.